Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Demək bildiyiniz kimi bu günlərdə gündəmi zəbt edən ölkə gündəmini bu Respublikadan qaçqınlar var, bu qardaşlar Emil Hüseynovdur, Mehman Hüseynovdur. Bunlarla bağlı bütün gündəm zəbt olunub. Demək məsələ nədir? Bunlar indi yəqin ki hər biriniz də baxmışsınız orada. Mən ümumiyyətlə bu barədə danışmaq istəmədim. Gördüm. Çünki hamı danışır bu barədə, mən danışmaq istəmədim. Amma gördüm ki, elə yerlər var ki, elə sosial şəbəkələr var ki, orada tamamilə fikri yönəltmək istəyirlər başqa yerə. Ona görə mən də çalışdım ki, qoyub öz fikrimi buradan bildirim. Demək, bu Mehman Hüseynov, çox üzr istəyirəm. Demək, bu Mehman Hüseynov Cənab Prezidentə sual verir, bildiyinizdə sualında deyir ki, demokratiya ilə bağlı, nə bilim filan, müstəqil mətbuata. Cənab Prezident çox gözəl orada cavab verir, deyir, müstəqil mətbuat yoxdur. Müstəqil mətbuat olsaydı, ay Emil, sən orada nə işin var idi? Sən hara xidmət edirsən? Müstəqil mətbuat olsa, Azərbaycanın içində heç kimdən işi yoxdur. Düzdür, ara sıra görürsən hüquq mühafizə orqanlarından bizə sataşanlar olur, onda gedirsən, o da kiminsə əli ilə. Onda da görür, yuxarı instansiyalara məlumat veriyor, ona da məsələ bitir, qutarı gedir. Tərəfsiz, müstəqil jurnalistika budur, pres burada, presdə. Xaricdə oturub Azərbaycan hakimiyyətini söyüb təhqir eləmək, müzakirə predmetinə çevirmək hər gün, hə, bəli, bu demək, müstəqilçilik deyil. Ona görə də prezident düzgün cavab verdi. Sən necə prezident müstəqil ola bilərsən, ay Emil? Sən yadındadır, o ratini işlədən vaxtları. Yəni, gəlirdi, o vaxt Ədliyyə Nazirlikdə bir neçə vaxt orada yoxlamalar apardı, hamıda olduğu kimi, qaçdınız, getdiniz, bağladınız oranı. Ondan sonra, nə bilim, şəxsən mən yadımdadır, sən İsveçrə səfirliyində olmağı. İndi orada arvad paltarı geyinmişsən, nə bilim, nə qarmışsan, nə eləmişsən, şəxsən mən sən orada arvad paltarında görməmişəm. Amma mən bilirəm ki, sən İsveçrə səfirliyində orada gizləndin və bir müddət sonra belə bir söhbət yayıldı ki, səfir özü ilə səni gecə aeroporta aparıb çıxardıb ölkədən. Bu yadımdadır. İndi nə dərəcədə bu düzgündür bu məsələ? Səfirlə gedmirsən, digər şəxslərlə gedmirsən, o deyə bilmərəm. Ancaq emin o vaxtda bu məsələ var idi. Bu söhbət var idi. Sonra Mehriban xanıma sual verirsən ki, yenə də eyni sualı, demokratik təsisatlar, nə bilim, nə filan. Mehriban xan da gördün nə dedi? Dedi, sən əynə qadın paltarı giyinib səfirlikdə gizlənən də ölüdür. Tamamilə doğrudur. Çox gözəl, dürüst, səlis cavab verdi sənə. Sizin nə işiniz var? Bax, deyək ki, müstəqil mətbuatsız da. Bax, sizin nə işiniz var ki, nətər olur ki, bu sən gedirsən Avropada müstəqil reportyorluq eləyirsən, amma Azərbaycanda döyürsən. Necə ola bilir də sən gedirsən, deyək ki, Almaniyada, İsveçrədə müstəqil reportyorsan, ancaq işin gücündə Azərbaycanı qınamaq, Azərbaycanın məmurlarını təhqir etmək, nə bilim və dil axır. Sən əgər bu Avropa ölkələrinin hansındasa işləyirsənsə, özün müstəqil reportyor deyirsənsə, həmin dövlətlərlə bağlı çəkilişlərin hanı? Həmin məsəl üçün, deyək ki, İsveçrədə, deyək ki, Almaniyada, sən orada jurnalist fəaliyyətinə məşğulsan, sənin Almaniya hakimiyyəti ilə bağlı, Almaniyadakı sosial problemlərlə bağlı çəkilişlərin hanı? Bir paylaşım eləyin, onu da görək də. Nə oldu elə, siz gedib oturmuşsunuz Almaniyada, Azərbaycanın ictimai-siyasi məsələlərlə məşğulsuz. Niyə? Özünüz üçün müstəqil. Necə ola bilər ki, sən orada müstəqil ola bilərsən? Mütləqdir ki, çox üzr istəyirəm, sizin arxozda kiminsə barmağı var. Və sizin suallarınıza bizim məmurlar, məsələn, Hikmət Hacıyev cavab vermirsə, dayanıb sənə söhbət eləmirsə, bunun səbəbi budur. Çünki
o şəxslər dəqiq bilirlər ki, sizin arxanızda kimin barmağı var, o barmağın sahibinin də olan adını da bilirlər hətta. Yəni siz nə qədər bu hərəkətlərinizə davam edəcəksiniz, özü reyting qazanmaq istəyirsiniz bununla bağlı. Reyting nə reyting? Yəni ki, Azərbaycanda özünüzün o güya siyasətçisiniz, güya filansınız. Sizin nə siyasətiniz var ki? İndi səndən eşitməmişəm, o birisi digərlər. Anabacı söyüşündən başqa siyasət var. Niyə anabacı söyüşdə söylürlər bunlar? Çünki anasına, bacısına, arvadına, uşağına qiymət qoymayan ləyaqətsiz, şərəfsiz uğraş adamdır. Çox üzr istəyirəm ifadəmə görə hamıdan. Yəni, mən artıq hissəndim, ağzımdan çıxdı, yəni üzr istəyirəm. Ki, o gəlir başqasınkini söyür. Yəni bu, məsələn, mən danışıram burada, bir də görəsiniz ki, mənim götür fragmenti yayıb qoyub, başlayırlar söyüş söyməyə. Sizin savadınız bura qədərdir. Söyüş təhqir, vəssalam. Vəssalam. Mən dəfələrlə, həmin bu məsələ ilə bağlı, Qopuz TV-nin ekranlarından dəfələrlə mən bununla bağlı bildirmişəm münasibətlərimi. Və yenə də bildirirəm. Deyirəm ki, yenə də Cənab Prezidentin sözünə qüvvət verirəm. Müstəqil jurnalistika yoxdur. Xaricdə necə müstəqil jurnalistika ola bilər ki? Və necə ola bilər? Sən ancaq Azərbaycandan orada çəkişlər çəkib paylaşırsan, nə bilim, güdürsüz ki, Azərbaycan ictimai siyasi adamları harasa geçsin, gedək bunların üstünə, bunları çəkək. Kişisənsə, İsveçrədə işləmirsən, İsveçrədəki problemləri, sosial problemləri və digər problemləri qabardı orada da, ictimailəşdi. Sən niyə görə İsveçrədə adını müstəqil jurnalist qoyub Azərbaycanın müzakirə predmetinə çevirirsən? Niyə səbəb? Kimdir səni öyrədən? Biz bilirik. Bilirik, hamısı bilir. Mən istədim şəxsən bununla bağlı mən fikir mövqeyi ortaya qoyum. Mən mövqeyimi qoydum. Bizim istəyimiz, bizim ən ümdə vəzifəmiz Azərbaycan vətəndaşı olaraq Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin daha doğrusu apardığı siyasətə dəstək verək, millətimizin milli maraqlarını qoruyaq və bəziləri sizlər kimi gedib Azərbaycana düşmənçilik mövqeyində duran dövlətlərin içərisində durub, onların dərmanına su tökməyək. Yaşasın Azərbaycan, eşq olsun bu millətə, eşq olsun bu dövlətə, Tanrı Azərbaycanı qorusun, Tanrı millətimizi qorusun.